Bəs bu dediğiniz bir hədis var ya, Resulullah yalan yerə mənim ağımdan hədisi uyduran cəhənnəmdə yerin hazırlasın. O yalan yerə hədisi uyduran adam Resulullahın, yəni hədisin oxuyub bir belə bidət hədislərini nə təbi tamamdır yalan yerin. Bunu fikirləşmir, cəhənnəmdə yerin hazırlatmaq var. Alimdən gələn bir hədisədir. Necə başa necə alim? Yəni bu Resulullahdan gələn hədis deyil ki, mən yerimə yalan yerə hədisi uyduran cəhənnəmdə yerin hazırlasın deyilmir. Yəni o deyən adam da, deyən bu hədisi yalan yerə uyduran adam, alim kimdənsə gəlir. Hansı hədisi uyduran, hansı hədisi uyduran? Bidət hədisində. Hə, məsələn, başqa bir hədisi. Başqa bir hədisi uyduran adam. Resulullahın hədisini oxumur ki, bu yerin cəhənnəmdə hazırlasın, hədisi oxuyub, yəni fikirləşmir, cəmatın qalmaq ki, söhbət o hədisdən gedmir, qardaş. Ümumiyyətlə. Bidət əhlinin vəsifi var. Bidət əhlinin vəsifləri var. Bidət əhlinin vəsiflərindən birisi odur ki, onlar hədisə və ya hədis əhlinə buğz edərlər, nifrət edərlər. Və bidət əhlinin vəsiflərindən birisi həmişə şəriətdə istər ayə olsun, istər hədis, daima mutaşabih olanlara qaçanlar, muhkəm olanları bıraxır. Çünki mutaşabih istədiyi kimi fırlada bilir. Və məsələ sən bilən kimi belə sadə deyil, əxi. Yəni ki, hədis var, yaxşı, hədis var ki, açıq aydın. Kullu bid'atin dalalə. Hər bid'ət zəlalət. Yəni, kullu, ərəbcə, məsələn, kullu zəiqatul mavd. Kullu nəfsin zəiqatul mavd. Hər nəfs ölümü dadacaq. Kullu nəfsin. O dəlildir ki, ölümü dadmayan can olmayacaq. Kullu nəfsin. Kullu bid'atin dalalə. Hər bid'ət zəlalət. Açıq aydın hədisdə, daha Buxari dinən, Muslim dinən, Tirmizi dinən, elə bir hədis kitabı yoxdur ki, orada bu hədis nəql olunmasın. Hər bid'ət zəlalətdir, hər zəlalət də cəhənnəm odur. Hətta hədisi başlayan götürsə, Allah belə gəlir. Dində uydurulan hər şey bidətdir, hər bid'ət zəlalətdir, hər zəlalət cəhənnəm odur. Açıq aydın hədisdə, qardaş, qapalı bir şey yoxdur ki. Hə? Bəs bu hədis ola, sən deyən adamlar necə durub rahat şəkildə deyə bilirlər ki, dində gözəl bidət var. Nədən maraqlıdır da? Hə? Nədən maraqlıdır? Bu sünnətdən uzaq düşməyin bəlasıdır. Yəni, onlarda əslində, sən başa düşdün, onlarda sən bilən kimi sünnətə tabiçiliyi yoxdur. Selim-sə onlar sünnətə tabidirlər. Onlar sünnətə tabi olsaydılar, zəlalətdə olmazdılar, əxi. Onlar sünnətə tabi deyirlər. Onlar əslində təqlid əhlidirlər. Məzhəblərinə tabidirlər. Hocalardan, şeyxlərinə, nəysə. Hədis uyğun gəlməsə, hədisi rədd edirlər. Yenə məzhəbində qalır. Yeni məsələ, yenə də deyirəm, bir Hənəfi məzhəbində olan bir qardaşı qayıt dinən ki, elə bir hədis kitabı yoxdur ki, onlarla sahabə bunu nəql edir. Mutavatir dərəcəsindədir bu hədis. Rükuya gedərkən, rükudan qalxarkən əlləri qaldırmaq. Rükuya gedərkən namazda, rükudan qalxarkən əlləri qaldırmaq. 11 dənə sahabədən şəhadətdə barmağı qaldırmaq. Gəl o qardaşa dinək ki, gəl belə danışaq. Şəhadət, təşəhhüddə barmağı qaldırmaq. 11 sahabədən gəlir ki, Allah Rasulü ət-təhiyyatda, ət-təhiyyat salavat, ta salamlaracan şəhadət barmağını qaldırar. Və bəzən tərpədər. Hənəfi məzhəbi nə edir? Saxlayır, əşhədu ən la iləhə illallah, əşhədən, o da belə yox. Hədisdə açıq aydın gəlir. Açıq aydın. Bütün barmaqlarını yumar, hətta baş barmağını barmağın üzərinə qoyar, o belə. Və şəhadət barmağını qaldırardı və bəzən tərpədərdi. Açıq aydın. Ta salamlaracan. 11 sahabədən. Yəni də deyirəm, Buxari Müslimdən tutmuş, ən aşağı hədis kitabınacan. Hənəflər nə edir? Qılır, əşhədu ən la iləhə illallah, əşhədən Muhammed Rasulullah qoydu. İndi biz bu qədər səhih hədisin müqabilində birinci deyirik ki, o səhih hədislərə niyə əməl edəmirsən? Deyir ki, məzhəbim eyb etməz. Yaxşı, məzhəbindən mənə bir dənə səhih yox. Zəif hədis gətir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm
Təşəhhüddə əlini qoyardı. Əşhədu ən la iləhə illallah, əşhədu ən Muhammed Rasulullah deyəndə şahadət barmağını qaldırardı. Bir dənə zəif hədis gətirir. Səhih istəmir. Yoxdur. İndi biz nə deyək? Neyini? Görək, biz meydanı nə qədər geniş açmışıq. Adama deyərsən ki, biz 11 dənə hədis gətirmişik səhih. Ən azından Buxari, Müslimin kitablarında olan hədisləri səhiyliyində onlar da ittifaq edib bizinə. Səhihdir. Mən də sənə Buxari, Müslimdən gətirirəm. 11 sahabədən. Və bunun müqabilində demirəm 11, deyirəm bir dənə, özdə səhih də istəmirəm, zəif bir hədis gətirə bilmir. Bəs hardan çıxarırsan? Məzhəbimdə belə. Problem budur, əxi. Ki, onlar, yəni, sünnətə tabi edirlər. Nə olsun, danışanda, ola bilsə, əxlaqdan danışır, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, imanı ən kamil olan, əxlaqı ən gözəl olandır. Sən dedirsən, maşallah, bu hədislə danışır. Burada hədis gətirməyir. Mənə orada hədis gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm şəhadətdən məhz şəhadətdə barmağını qaldırır. Onda mənə səhih hədis gətirir ki, duadan sonra əllərini üzünə çəkir və əllərini göbəkdən aşağı baxır. Yoxsa bu ümumi söhbətlər var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, qiyamət günü tərəzidə ən ağır gələn şey gözəl əxlaq olacaq. Bəli, Allah Resulü buyurur. Amma sən burada da hədis gətir mənə. Bu ümumi mövzular da əxlaq o kimi imkan verir ki, bu mövzuda Rafisi də hədis gətirsə qəbul edəcək. Rafisi də bizə desə ki, qardaş, əxlaq imandandır, qəbul eləməyəcəksən. Xristiyan da desə ki, əxlaq imandan, niyə də qəbul edəcəksən? Burada problem yoxdur, yaxı. Bəzən deyirlər ki, o əxlaqdan danışır ki, nə olsun? Burada problem yoxdur. Problem əməldə də, etiqaddadır. Deyirsən nəsən? Deyir ki, əməldə Hənəfi, etiqadda Maturidi, təriqətdə Naşirəndi. Sən kimsən, Kompot. Necəsə əqidədə Maturidi? Yaxşı. Əbu Hənifənin əqidəsi nə olur? Bugün Hənəfilər var, gör nə deyirlər bizə? Deyirlər ki, biz fiqhdə, əməldə, namazda, oruz, yəni fiqhi məsələlərdə Əbu Hənifəni qəbul edirik, əqidədə rədd edirik. Başa düşmədim. Əqidəsini rədd etdiyin kişidən necə elm götürürsən sən? Deyirəm, bəs əqidəni kimdən götürürsən? Deyir, Maturididən. Əbu Hənifədən 4 əsr sonra olur. Başa düşmədim. Əbu Hənifənin əqidəsi zəlalətdə olur. Bilsən deyə görə, xeyr. Yəni, sual verə bilərsən, bu niyə görə deyir? Əbu Hənifəni əqidəyə dair risalələri var. Onlardan biri fiqhul əkbardır. Biz sələflər o risalə oxumuruq, əzbərləyirik. Onlardan fərqli olaraq. Əbu Hənifənin həmin əqidə, ödə bir şey deyim ki, həmin əqidə kitabı sələfin əqidəsinə dair yazılmış birinci əsərdir. Yəni, biri sual versə ki, bu sələfi etiqad var, sələfi mənhəz, bizə ki, vahabi deyirlər, Bu etiqadın, deyirlər, tarifi 3 əsr bundan qabaq da, Muhammed ibn Abdullah'a belə deyirlər, biri sual versə ki, bu sələfi etiqadımız var, Bu etiqada dair yazılı ən birinci əsərimiz kimdir? Biz rahat şəkildə deyəcək ki, Əbu Hənifə fiqhul əkbar. Ən birinci sələfi etiqadı əsəri. Ən birinci. Fiqhul əkbar. Nə deyir? Əbu Hənifə həmin kitabda. Deyir ki, Allahın öz nəfsinə layiq şəkildə əli və üzü var. Əl sifəti və üz sifəti var. Kim desə ki, Allahın əli, qüdrəti və ya neməti mənasındadır, belə yoxsa, o Allahın həqiqi sifətlərini inkar edən bidətçi, cəhmi və mütəzilədəndir. Bugün Hənəfilər, Əbu Hənifənin sözü ilə nə çıxdı? Bidətçi çıxdı. Təbii ki, onun əqidəsini qəbul eləməyəcək. Əssalam. Əbu Hənifə kəlam elmi ilə məşhur olan lənətliyib. Maturidi əqidəsi kəlam elmi üzərində qurdu. Əbu Hənifənin lənətliyi fundament üzərində. İşte problemlər çoxdur. Məsələlər o qədər girib bilmirlər. O gün sən Türkiyədə təmiz Hənəfiliyi də tapa bilmirsən. Hətta fiqhdə Osmanlıların zamanında ki, sufilik də girdi, təmiz qarışıb, turist gibi bir şey çıxır ortaya. Gündə də bir ağıl çıxır. Gündə bir dənə şey çıxır orada. Bir dənə fikir çıxır. Gündə bir dənə fikir. Hələm çox çıxacaq. Mustafa İslamoğlu, bayandır, nə bilim, gündə biri çıxır. Hələm fiqhdə,
Abu Hanifənin fikrinə görə saqqalı qıxmaq haramdır. Şafiyə, Məlikə, Əhmədə görə deyilədir. Açın Hənəfi fiqh kitablarını. Niyə görə saxlamırlar? Hələ əqidəyə qoydur, fiqhə də əməlləmirlər. Hənəfi məzhəbinə görə, mən məzhəbdən danışıram. Hənəfi alimlərinə görə, Hənəfi məzhəbinə görə məscidi bəzəmək olmaz, xüsusən qiblə istiqamətini. Bugün türk məscidləri bəzənir, ən çox da qiblə istiqaməti. Hənəfi məzhəbinə görə çalğı haramdır. Bugün bax onların ilahilərinə. Bax, hələ fiqhdən danış. Nə gündədirlər? Yəni, problem çox böyükdür. Yəni, məsələ çox sadə deyil, xeyr. Yəni, təsəvvürlə ki, Hənəfi məsəbindən söhbət gedmir. Gəldi Maturidilik, Əşarilik, sonra başladı Sufi təriqətləri, bir-birinə o oradan calandı, bu buradan calandı, sonra Sufilikdə orada çıxdı, Türkiyədə Nakşibəndilər, o tərəfdən çıxdı, Hacı Bəktəş Vəli gəldi, Bəqdaşilər, o tərəfdən çıxdı, Səid Nursi Bədüzzaman, Nurçular, hər bir ağıldadır. Əl-Hənəfə rəhməllah kitabına mənim məsələmin təyyarisi, bir də sözüm Alman sözünə, rəsm sözünə, sağlayan sözünə düşərdik, sözünə 60 edə. Bu şeyimizdə hədislər, belə 2 dənə sözü qoyur, rəhməllah sözünü qoyur. Mən bu şeylərimizdə sünnəyə dayanmasam, hədislərə götürürsən, Əl-Hənəfə müxalif olur. Yəni, bəzi qarlıqda bu elə bir şey var ki, sünnəyə qoydu, bu sünnə. Dəlillə ilə mən qoyacaq, bu sünnə. Mən də məsələmə görə edirəm. Bunu qəbul edərsəm, Əl-Hənəfə müxalif çıxarır. Hənəfə müxalifsi, yoxsa hədisdə onun yedi 2 dənə sözü... Əslində, axı, tutaq ki, Abu Hanifənin o sözləri yox. Təbii ki, Abu Hanifənin o sözü, Şafii, Məlik, Əhmədin var, kifayət qədər. Hələ Hənəfi kitablarına baxsan, kifayətdir. Heç tutaq ki, Abu Hanifənin o sözü yoxdur. Bir insan deyirsə ki, mən Abu Hanifəyə müxalif olub, onda biz də ona deyirik ki, sən Allah Rasuluna müxalif olursan. Yəni, necə? Yəni, Allah Rasuluna müxalif olmağı qəbul edirsən, amma Abu Hanifə müxalif olmağı özünə sıxışdırmırsan, necə olur bu? Yəni, Allah Rasulundan müxalif olmaq olar. Dinimizə çatdıran olardı, ona görə. Biz də belə dinimizə çatdıran olardı. Söhbət o, biz deyirik ki, biz də bir yağdan mən dərs əsnasında Abu Hanifədən nə qədər misallar gətirdim? Biz də əqidəni ondan götürmüşük, Abu Hanifədən. Biz də əqidəni Abu Hanifədən, nə ki əqidə, hələ fikri də. Söhbət ondan gedir, ha. Söhbət ondan gedir ki, sən bir alimi götürürsən və alimi təqlid edirsən və deyirsən ki, onun haram gördüyü haram, vacib etdiyi də vacibdir və o çərçivədən kənara çıxmırsan. Bu, Abu Hanifəni risalət səviyyəsinə qaldırmaqdır, mənsumluq səviyyəsinə qaldırmaqdır və ya Şafini, və ya Məliki, və ya Əhmədi. Problem budur. Yoxsa biz də fikri Abu Hanifədən, Şafidən, Məlikdən, Əhməddən götürürük. Fəqət biz birini təqlid eləmirik. Ki, bu nədir də haqdır. Adi bir misal. Abu Hanifə rəhməhullaha görə, İmam Şafiyə görə, məsələn, bir insan heç nədən belə qadına əli dəysə, görürsə, toxunsa, Şafiyə görə onun dəstəməsi batildir. Hə? Abu Hanifə rəhməhullaha görə batil deyil. Bu iki rəy bir-birinə daban-dabana ziddiyə yox. Yoxsa bu iki rəyi birləşdirmək olar. Yəni, biridir batildir, biridir batil deyil. Yəni, biridir haramdır, biridir halaldır. Yəni, daban-dabana ziddir. İndi yaxşı, bir Hənəfi durub deyəcək ki, yox, Abu Hanifə imamul a'zamdır, böyük imamdır. Hə? Və mən də imama tabiyəm, ondan götürürük. Onun dediyi haqdır. Şafi məsəbindən də orada deyəcək ki, İmam Şafi böyük alimdir. Hə? Şafi deyib ki, mən də Şafidən götürürüm. Daban-dabana da zid. Necə bir söz var? İki bir-birinə zid olan şeylərin hər ikisinin də haqq olduğunu demək ağılsızlıqdır. Bu desin ki, qatıq ağdır, mən deyim qaradır. Qardaş deyir, hər ikimiz də haqsız. Necə? Bu deyir, ağdır, mən deyirəm qaradır. Bu ikisi haqq ola bilməz. Ona görə daban-dabana, bir-birinə zid olan hər iki şey haqq ola bilməz. Deməli, burada ya Abu Hanifə xatalıyır, ya da Şafi xatalıyır. Aydındır? Sən indi Abu Hanifəni nəyi var təqlid edirsənsə, deməli sən Abu Hanifəni xətaları ilə birgə təqlid edir. Hansı düzəsində olar? Abu Hanifə haqlıdır. Hə,
Birdən biri deyə bilər ki, ya sən özün istihad elədin ki, Əbu Hənifə. Yox, axı, biz dinimizi öz ağlımızdan götürmürük. Bu məsələdə də Əbu Hənifənin haqq olduğunu alimlər deyir. Yəni biz bəzilə elə bilir ki, biz deyir ya, Şafi belə dedi, Malik və bu da haqq dedi bu. Elə bilir ki, biz bu özümüz deyir. Yox axı. Biz elə bu şeyləri də həmin Hənəfi, Şafi, Məlikə, Həmbəli alimlərindən götürürük, qardaş. Bir də şey bildi, axı, bu alimlər Əbu Hənifə, Şafi, Məlik, Əhmədlə qutarmadı. İmam Şafi, bax, Əbu Hənifə gəldi, Əl-Hənəfi məzhəbini götürək. Əbu Hənifənin 3 dənə böyük tələbəsi var idi. Muhammed Şeybani, İmam Zuf, bir də Əbu Yusuf. Əbu Yusufla Muhammed Şeybaniyə deyirlər imamey, 2 imam. Bir də var İmam Zufəli, 3-cü tələbəsi, ən əsas. Aç və bu təbiidir, çünki bir özünə Hənəfi deyənlər Hənəfi fiqhlərini oxumurlar. Aç Hənəfi fiqh kitablarını, gör nədir? Hələ məzhəbin içində daban-daban izid olan şeylər. Deyir ki, Əbu Hənifəyə görə təravih namazında Qur'anı əldə tutub oxumaq namazı nə edir? Batil edir. Əbu Hənifə rahimehullah, baxma ki, bunun dəlili Qur'andadır. Səhih Buxarıdır. Yəni, Səhih Buxarıda dəlil var. Məhz təravihdə Qur'anı, Musafə əldə tutub oxumağa dair. Aişədən gəlir. Biz indi hədisə girmirik. Rəynə bilirik. Hələ Hənəfi məzhəbin içindən daşıyır. Hənəfi fiqh kitablarını oxuyursan, deyir, Əbu Hənifəyə görə təravihdə, bitirdə, mushafi əldə tutmaq caiz deyil, çünki namazı batildir. Və sonra fikir ver. Amma imameynə görə, yəni tələbələri, Əbu Yusuf və Muhammed Şeybaniyə görə namazı batil eləmir, əksinə, mushafi tutub oxuya bilərsən. Məsələn içində biri deyil batildir, biri deyil batil deyil. Tələbə və şeyh, nə olsun? İmam Əbu Hənifə rükuya gedəndə və rükudan qalxanda əlləri qaldırmağı görmür. Yəni, əlləri qaldırır. Bir dənə ilk təkbirdə. Burada səbəbləri var, axı. Əbu Hənifə rahimehullah Küfədə yaşayır. Və Küfə əhli içərisində hədis əhli yoxdur. Hədis Küfədə çox yayılmamışdır. Və əksinə Küfə, biz bilirik ki, rafisiliyi nə idi? İlk məkanı və hədis uyduranların ilk məkanı. Hə. Ona görə Əbu Hənifə ehtiyat edirdi hər kəsdən hədis götürməyə. Və Küfə əhlində belə formalaşdırmışdı ki, rəy əhli, ictihad eləmək, qiyasla və s. Və Əbu Hənifə də elmi kimdən alır? Həmməd ibn Süleyman. Əbu Hənifə rahimehullah fiqh elmini kimdən alır? Həmməd ibn Süleyman. Həmməd ibn Süleyman kimdən alır? İbrahim Ən-Nəxaydən. İbrahim Ən-Nəxay kimdən alır? Abdullah ibn Məsuddan. Və Abdullah ibn Məsud da küfəli idi. Və Əbu Hənifəyə bu barədə ravilər yolu ilə bir hədis çıxır. Hədis də Peyğəmbərdən deyil, İbn Məsuddandır. Hədisdə gəlir ki, biz İbn Məsudun arxasında namaz qıldıq, həmin hədisdə İmam Nəsai sünənindədir. Biz İbn Məsudun arxasında namaz qıldıq, birinci təkbirdə əllərini qaldırdı və sonra əllərini qaldırmadı. Əbu Hənifə bu hədisə görə deyib ki, namazda birinci təkbirdə əllər qaldırılır və sonra qaldırılır. Hədis də zəifdir. Hədis Sünən Nəsaidədir. Bütün hədisçilər ittifaq edib ki, hədis zəifdir. Yəni hədisin sənədi, hədisi rəvayət edən ravilər etibarlı deyil. Yəni hədis zəifdir. Biz ondan danışmırıq. İndi Əbu Hənifəyə bu sənəd çatırıb, buna görə də hökm verir. Zəif hədisə görə. Eyb etməz. Amma bax tələbəsinə, tələbəsi Muhammed Şeybani, o 2 imamdan biri. Muhammed Şeybani yox, Əbu Yusuf. Əbu Yusufun, yəni Əbu Hənifənin tələbəsi Əbu Yusuf, Əbu Yusufun da tələbəsi İ'sam adında Hənəfi alimi. Əbu Yusufun tələbəsi, kitabı var. Həmin Əbu Yusufun tələbəsi öz kitabında deyir ki, ustadım Əbu Yusuf, Əbu Hənifənin tələbəsi, rükuya gedəndə, rükudan qalxanda əllərini qaldırırdı. Öz müəllimi Əbu Hənifəyə müxalif olaraq. Hənəfi idi. Və deyir, səbəbini soruşdum ki, nə üçün Əbu Hənifəyə müxalif olaraq
Rüküyə gedəndə, rüküdən qalxanda əllərini qaldırırsan, Abu Yusuf dedi ki, Allah Rasulunun hədislərinə əsasən. Və salam. Bugün mən sənə deyirəm ki, qardaş, bir ala misal, 11 dənə sahabədən gəlir. Buxarı Müslimdə, bütün hədis kitablarında. Sən indi mənə şəhadət barmağını yalnız əşhədu və la iləhə illallah Muhammed Rasulullah'da qaldırmağa dair bir dənə zəif hədis gəlir. Yoxdur, məzhəbin belədir. Söhbət bundan gedir, axı. Yəni, burada mövzu içindən mövzu çıxır, biraz geniş. Özüm də bilməm ki, hansı qapıdan ki. O qədər qapı genişdir ki, o qapılar çoxdur ki. O qədər mövzu genişdir ki, axı. O qədər məsələlər qarışıb girib ki, bir-birinə. Ona görə insan yalnız sabit qala bilər, sələfin etiqadını bilsə. Sələfin etiqadı üzərində sabit qaldıqca o insan sabit qalacaq. O insan rahat olacaq, səlim olacaq. O şəriət, ümumiyyətlə, yəni, məsələn, şəriətdə, sual verirəm, şəriətdə ədillət-i şər'iyyə deyirləri, şəri dəlillər. Şəri dəlillər hansılardır? Yəni, alimlər istihad edəndə, o şəriətdə bizim üçün dəlil olan mənbələr hansılardır? Kimsə dalıyar? Yox, ondan da var. Quran, sünnə, fəhmus sahabə, icmə, qiyas, sədd-i zəra'i, istihsən və qeyrilər. Ən əsasları 5 dənədir. Quran, sünnə, fəhmus sahabə və ya qovli sahabə, icmə və qiyas. Bir insan desə ki, şəriətdə dəlil Quran və sonra sünnədir. Xəta eləyib, yoxsa düz deyil? Hə? Xəta eləyib. Quran və sonra sünnə. Sən harada çıxartdın ki, sonra sünnə? Quran və sünnə. Və sonra sünnəni haradan çıxartdın? Xeyr olur, və sonra. Və sonra sünnə bir sənə, sünnəni attın, arxa plana. Və hədis gətirirlər, ha? Batil. Münkər hədis. Muaz ibn-i Cəbəl, güya Peyğəmbər sallallahu aleyhi ve sellem Yemənə göndərir. Deyir ki, ya Muaz, nəyinə hökm verəcəksən? Deyir, Quranla. Birdən tapmasan, deyir, sünnəyə. Münkər hədisdir. O bilsən nəyə? Məsələn, nəyə oxşuyur? Biri mənə sual verir. Deyir ki, balıq yemək. Misal üçün deyir, amma misallar çoxdur. Fəqət asan olsun deyə, bir yaxşı misal. Biri mənə sual verir. Balıq yemək halaldır ya, haram. Bu qayda ilə mən birinci hara baxmalıyam? Qurana. Asıram Qurana ki, hurmat aleykumul meytə. Allah sizə meydə haram elədir. Yox, deyirik, haramdır. Sonra sünnədə baxırsan ki, halaldır. Belə şey yoxdur ki, Quran və sonra sünnə. Quran və sünnə. Sələflərdən biri deyir ki, Quranın sünnəyə, sünnətin Qurana ehtiyacından çox Quranın sünnəyə ehtiyacı budur. Çünki Quranı şərhləyən olur. Və sonra fəhm-ü sahabə gəlir. Sahabələrin fəhmi. Yəni, Quran və sünnəni Allah Rasulunun əshabı necə götürüb, o cürə götürməlidir. Quran və sünnəni Allah Rasulunun əshabı necə yaşayıb, o cürdə yaşamalısan. Necə tətbiq edib, o cürdə tətbiq eləməlisən. Həm etiqadi məsələdə, həm fikri məsələdə və s. O belə.